Əliyə də kömək elədi. O məzlum Əliyə. Gəldi, gördü ki, qolları bağlıdır, dedi ki, qolun açma, söz gedib Peyğəmbər qəbrində bəddua eləyəcəm. Xanım deyir, getdi, tez qolunu açdılar. Amma gördü ki, Əli başını aşağı salıb xəcalətdən. Deyir, qayıdıb məsciddə gördü, qollar açılıb, amma xəcalətlidir. 3 dəfə dolandı Əlinin başına. Ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa, ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva qurban olsun, ya Əbəl Həsən. Sən çəkinmə, heç nədən xəcalət çəkmə. İn kuntə fi xeyrin kuntu məək. Yaxşı günündə də, pis günündə də mən sənnənəm. Fatimə sənə fəda olsun. Hər nəyin var sənə qurban olsun. O qədər ağladı ki, Əli bir ev tikdi Bəqidə. Adını qoydular Beytül Əhzan. Bir gün gəldi, Həsənlə Hüseynin əlindən tutmuşdu. Əli gördü ki, üzlərini yenə gün yandırıb. Dedi, bəs Beytül Əhzanda ağlayırdınız axı. Dedi ki, ya Əbəl Həsən, onu da söktülər. Onu da bizə çox gördülər. Gəldilər, dedilər, day Fatimə ağlamasın. Day ağlamasın.